Mən Səlimova Aynurə Surxay qızı 15-i 1-ci ay 1979-cu ildə anadan olmuşam. Mən 22 ildir Ağdam rayon 135 nömrəli tam orta məktəbdə tarix coğrafiya müəllimi işləyirəm. 2 universitet bitirmişəm. Mən işlədiyim müddətdə bu 22 ildə demək tam vicdanla məktəbdə şagirdlərə dərs keçmişəm. Amma bu son 3 ildə mənə qarşı olan təzyiq və təhqirlər davam edir, hələ də davam edir. Mən bu təzyiq və təhqirlərlə bağlı cənab Təhsil Naziri Emin Əmrullayevin qəbulunda oldum. Cənab Təhsil Naziri Emin Əmrullayev məni çox səmimi qarşıladı və mənə dedi ki, get narahat olma, sən yaxşı kadrsan. Ondan sonra gəldim, yenə də mənə qarşı təhqir və təzyiqlər davam elədi. Məktəbə təzə təyin olunmuş məktəbin direktoru Rahil Əzizov sentyabrdan başlayaraq mənə hər aylıq gətirib dərsin pulunu verməlisən 150 manat, bacın isə 100 manat verməlidir. Mənim bura gəlib getməyə pulum yoxdur, siz məndən çox maaş alırsınız. Mən isə ona deyəndə ki, mənim pulum yoxdur sənə verməyə. Hətta sinif rəhbəri olduğum 10-cu sinifin uşaqlarına mənə dedi ki, get, onlar hazırlığa gedir. Onlara hazırlığa getdiyinə görə valideynlərinə denən gəlsin mənimlə görüşsün, mənə pul versinlər, onlar məktəbə gəlməsinlər. Mən isə dedim, mən bunu deyə bilmərəm. Həmin vaxtdan etibarən davamlı olaraq məni sıxmağa başladı, əzməyə başladı və mənə qayıdıb dedi ki, bilirsənmi səni mən nə edəcəm, sənin başına mən nə oynatacam, sən heç mənim sözümə baxmadın, Təhsil Nazirinin qəbuluna getdin, ona görə səni çox cəzalandıracam. Mən ona deyəndə ki, eləmə, mən nə eləmişəm, yenə özünə yaxın olan valideynləri üstümə qaldırır, özünə yaxın olan müəllimləri üstümə qaldırır, məni təhqir və təzyiqlərə məruz qoyur. Mən bu barədə, bunun rüşvətxorluğu barədə mən deyirdim ki, mən sənin bu verdiyin, dediyin, istədiyin pullar barədə mən bütün hər yerə xəbər verəcəm. Deyir, get, əlində sübut varsa ver. Bəli, mənim əlimdə sübut oldu. Mənim müəllim yoldaşım Tağıyev Səxavət ondan pul tələb etdiyi yerdə, Tağıyev Səxavətdən pul tələb etdiyi yerdə, Tağıyev Səxavət həmin səs yazısını tutdu və yazdı. Və mənə çatdırıldı həmin səs yazı və dedi ki, məndən də istəyir, məni də bezdiribdir. Demək, mən bu səs yazısı barədə, məndə biləndə ki, bu səs yazısı var, mənə qarşı təzyiqləri daha da artdır Əzizov Rahilin və məktəbdə olan direktor müavinləri Hüseynova Sahibə və Bədəlova Xatirə də buna qoşulur. Müəllimləri üstümə qaldırır və məni təhqir edirlər. Mən bu barədə Respublikanın baş prokurorluğuna onlayn ərizə ilə müraciət etdim. Bütün Azərbaycan Respublikasının prezidentinə məktub yazdım. Hələ də demək olar ki, o məktublar göndərilir məktəbə. Əzizov Rahil öz maraqlarına uyğun onlara o məktublara cavab verir. Mən xahiş edirəm. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevdən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevadan bu rüşvətxorluğa qarşı rüşvətxorluğa son qoyulmasını xahiş edirəm. Hansı müəllim ki, pul verir, yaxşı müəllim olur. Hansı müəllim ki, pul vermir, onu gözdən salır, təhqir və təzyiqlərə məruz qoyur Əzizov Rahil. Xahiş edirəm, mənim şikayətlərimə və ərizələrimə baxın. Sizdən xahiş edirəm artıq dərəcədə mənim hüquqlarımı bərpa edin. Mən xahiş edirəm bütün media işçilərindən, mətbuat orqanlarından mənim bu müraciətimi ictimailəşdirsinlər və aidiyyəti qurumlara çatdırsınlar. Mən öz razılığımla bu müraciətimin yayılmasını istəyirəm. Hamınıza təşəkkür edirəm. Çox sağ olun. Salam aleyküm. Salam aleyküm. Nə deyirsən? Sağ ol, nə var, nə yox? Sağ ol, çox sağ ol. Axşam zəng eləmişdin, yanımda evdə qonaq vardı, danışa bilmədim. Deyirsən Şəhlan nə deyirdi? Dedi mənim onda 2 saat şeyim var. Hə. Özüm də Hə. Mən orada olduğuma görə elə mənə çatdır. Növbət aylardan da sənlə görüşəcək. Hə. Özüm deyərsən. Bir də yəni narahatçı yox. Deyir ki, belə deyil. Mən Şəhlan çatdıracam gəlsin. Mən üstümdə fakulteti var 2 saat özümün də amma. Mən dediyim dərsi mən şəhriyə niyə verim ki, qardaş? Mənim nə qədər dərsim var ki, mən şəhriyə pul verim. İndi Şəhlan çatdıracam gəlsin ora görüm. Mən şəhriyə pul vermişəm yenə kimi. Şəhla səndən mənim arama gelir.
Axşam zəng eləmişəm, deyirəm o nə sözdür Rahilə demişəm. Mən sağ pul vermişəm bu günə kimi. Deyir mən dedim ki, yəni deyir məndən soruşdu fakt təkliflər hanı? Deyir dedim ki, deyir dostuna yazmışam, ala bilsən get al. Yalan deyir, elə olmadı, yox. Dedim, Qədərinə qədər deyirəm deyir, yalan. sən deyir ki, Qədərinə. hə, Hə, deyirəm sən niyə Rahilə mənim arama girirsən ki? Siz hə. dostsuz da deyir. Dedim ki, dostluq indi sən görəsən dedim. Mən sənə dedim, indiyənə kimi 1 manat vermişəm ki, sən sağ pul verənlər qalıb o tərəfdə, sən gəl mən Rahilə eləyirsən. Nəysə, onu gətirəcəm yanına. Birinci gün danışarıq. He? Birinci gün danışarıq, narahat olma. Yəni mən saat işte gündən dedim ki, Rahilə, mən ona mən Birinci gün danışarıq. Birinci gün danışarıq, narahat olma. Birinci gün danışarıq. bilirəm, Rahilə. Yəni aramıza girməsi, indi Şəhlanı çatdıracağım, gəlsin ora, ya gedib qov maşına gətiririm Şəhlanı. Şəhla məni sənlə niyə aramıza girir ki, Şəhla? Birinci gün danışarıq. İndi maşınsızam. Hə. Yoldayam. Birinci gün gələcəm, orada arxayın danışarıq. Hə, heç nə. Yaxşı, oldu.